Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Evet arkadaşlar, nasılsınız? Saat hardasa 1 olar. Biz gecəyə hazırlaşırıq. Tam bayavik şəkildə, tam güclü və nə edirik? Zeyd Aslansın yaşam mücadiləsi. Yəni qurban Allaha, qışı xəstəliklər qoymadı yatmaya. Yazda da Zeyd Aslan yuxularımı məndən aldı. Dünbələk. Bu videoya baxanda təbii sən böyük olarsan, bəlkə mən heç bu həyatda olmalıyım. İnci mən bu günlər üçün sənə bir şillə vuracam. Balaca dünbələk. Yaxşı, bütün əsəblərimi pozdun sən. Gərginin olmayıma səbəb olur. Saqqalımı da qırxmışam, qurban Allaha. Qorxulu bir şey oxşur. Zaman saqqalım qırxır, uşaqlaşım, mən saqqalımı qırxmışam, qəddarlaşmışam. Maraqlıdır. Ürəyimi almaya çalışma. Çocuğumuzun atası da yuxudan durmuş. Atası nə diyor, xahiş edirəm. Allah'ın olsun, ən bir yer atasandasan. Yazığım gəldi sənə. Ata hardan O bir damcı canınla ki, o çolkan əyilib korsanların əl çubuğuna oxşuyur hə. Qurbanımın qırmaqlarına. Ayıb olsun sən. Ələm sənsin. Hər kəsə salam. Niyə qışqıra Nasılsınız? bilmirsən? İyi Niyə qışqıra misiniz? bilmirsən? Niyə qışqıra bilmirsən? Səbəbini Səncə özün. yatıb hepsən. Səbəb. Nə deyirsən? Video başlayın ki, mən niyə söz soxsan? Arkadaşlar, gecə o qədər şirin yatıb ana bala, ikisinə də baxmışam. Həqiqi, sağ ol. Allah razı olsun. Nəysə, uşaqlar, Zeydi götür. Özüm deyirəm ki, xatirə videolarda qalsın. Uşaq böyüyəndə haqqın olmayacaq ona demək ki, mən sənin ananım. Deyəcəm, mənim anama şəhriyara... Onsuz da uşağı necə şey eləmisənsə, özünü necə gözə soxmusansa, sən danışanda uşaq səndən göz təması qurur, məndən göz təması qurmur. Mən Zeydin əşyalarını götürürəm, sən də özün götür gedək. Ay Allah, məxmirə. Mənim böyük qızım gəlir. Bunu da mən belə baxmışam. Sabahın xeyir. Gecələr durardım, bunu tərpədərdim, yatızdırardım, oynayardım. Da bundan bilsən nə geçən günlər yaşamışıq. Saat neçə tutmuşsunuz? Mən 9-da işləmiş 5 dəqiqə. Nədir, sən deyəsən tez durubsan. Hə, 9-da. Bugün Rabiyə şey Ad eləyib günü də, istisna eləyib. Mən söyləyim söz deyəsən. Şeydə, kravatın Azdırmışım. içində. Şəhriyar kafatımızın içində ortada tən qoyur. Şəhriyar onu pamuklar içində böyüdür. Tən ortaya qoyur, ana yatır bir tərəfdə, ata yatır bir tərəfdə, bu qalır belə tən ortada. Gəlin düşək aşağı, gedək qəşəng zavtrak eləyək. Evet arkadaşlar, yığışıb bradiagalar. Davamını bilmirəm. Toqquşduraq, əlim yanır, tez ol. Əli yaxşı ki dedim, tez ol. Yox, qazanan Əgər mən utsam, Bizi gəzmə yaparsan. çıxa bilmirəm ki, gəzməyə qalmışam evdə. Əgər mən utsam, mənim istədiyim bir dənə şeyi həyata keçirdəcəksən. Hə. Hə, mən də utsam. sən də utsan eynisi. Tamam. Bismillah. Oha. Mən Utdum. Baxdım olsaydı bunlar olmazdım ki. Sənin ləhlətə gələsən. Ayıb olsun, sənə çox ayıb olsun. Qurban olaram mən. Allah eləməsin. Dərdin aldıqların dəysin mənim ürəyimin başına. Allah Sənə eləməsin. canım qurban olsun. Allah eləməsin. Yumurta kimi ömrüm olsun. Yaltaqlanma, yenə də istədiyimi elətdirəcəm. Yumurta kimi ömrüm olsun. Hə, bunlar da toqquşdururlar. Gördün, əlim Sizə yanır qalın bayaqdan. bəhrə verin. Yiyiləndə vitamin verin. Tez eləyin dəzə. Kim utdu? Aa, Məryəm utdu. Çak Məryəm, biz utduq. Aydınmış olsun. Evet arkadaşlar, yedik, içdik, nuş elədik. Bir də gördüm kalyaskanın içindən bir dənə əl belə qalxdı göyə. Dedim Şəhriyar 100% altını batırıb, ləvazimatlarımı götürmüşüm, gəlmişəm. Gəlib Şəhriyara
Uşaq dəyişir istəşməyə. Nə deyirsən? Nə de 9 ay mən baxmışam, indi də sən baxmalısan da. 1 2 bu da 3. Aşkım yumaq lazımdı onu. Yaş salfetkalıq deyil bu dəfə. Davay getdik. Suyun hazırı istəsin. Getdim mən. Deməli qızlar, bunu əslində çəkməkdən vazgeçmişdim, amma Instagramda yeni ana olmağa hazırlaşan xanımların mənim Instagram mesaj qutum bu dəqiqə 2 yerə bölünür. Bir, yeni ana olmağa hazırlaşan, ilk dəfə ana olmağa hazırlaşan qızların sualları ilə, bir də çoxdankı anaların, təcrübəli anaların məsləhəti ilə 2 dənə mesaj tipi gəlir. Biri südü belə tənzimlə, pampersin belə dəyiş, belə qazın çıxar. Biri də əməliyyat necə keçir, ağrın çox oldu mu, qorxuludur mu, mən də birinci dəfə olacağım, çox qorxuram. Bu tip mesajlarla əslində sualları cavablandırmağı düşünmürdüm. Arkadaşlar dedim, üstündən keçib, qoy qalsın. Amma və lakin o qədər sual gəldi ki, dedim, qoy bir dənə video çəkim, opşi cavablandırım. İçindən hardasa 15-20 dənə sual qutusuna 1000 nə qədər sual gəlmişdi. Çoxu eyni suallar idi. 15-20 dənəsini seçdim və gəlmişəm üstüvizə. Deməli, ilk sualla başlayıram. Zeydin üzünü tez görsədə bilərsən, bilirəm 40-ı çıxanda göstərəcəksən, amma tez görsətdə. Bu gedişlə 40-ı çıxanda da göstərməyin. Uşaqlar, qorxuram. Bilirsiniz, əvvəl göz nəfsə inanmırdım. Deyirdim, boş söhbətdir. Amma görürəm ki, yox, həqiqətən var imiş. Çünki adi bir dənə divar işığını paylaşmışdıq. Paylaşımı eləyəndən, yəni cəmaət baxandan yarım saat sonra o divar işığı partladı. Heç bir səbəb yoxkən, yəni. Divar işığını satan adam da şokdaydı, elektrik də şokdaydı. Ona görə yəni bu tip hallar da başımıza çox gəldiyi üçün göz nəfsə təəssüf ki, inanıram. Ona görə də bunun nə canı var, balacadır, istəmirəm olsun, yəni problem yaşayaq. Ona görə bir müddət göstərməyəcəm. 3 gün balnitsada olanda Şako uşaqlarla görüntülü yığıb danışdın, videoda düşməyib. O hissələrini çəkməmişəm arkadaşlar. Yəni görüntülü danışıqları, amma görüntülü də danışmışıq, xəstəxanaya gəldilər də məni görməyə, mesajlaşmışıq da, yəni hər cür əlaqədə olmuşuq. Daha sonra analıq hissi necədir sizin üçün yazıblar. İlk dünənə kimi çox depresiv idim qızlar. Dəhşətli dərəcədə nastroyeniyam yox idi. Allaha dayanmadan əlimi açıb deyirdim ki, ay Allah, verdiklərinə şükür. Yəni min şükür, qətiyyən naşükürlük eləmirəm. Eləməyə də haqqım yoxdur. Amma ki, səbəbsiz yerə bəyquşluğum tutub, səbəbsiz yerə ağlamağım gəlir də. Yəni keç günahımdan, ola bilsin hormonlarla əlaqəlidir. Həqiqətən uşaqlar çox pis ağlamağım gəlirdi. Bir də Zeydə baxa biləcəyimi heç düşünmürdüm. Yəni inana bilmirdim ki, mən bu uşağa baxa biləcəm, çünki dərdini başa düşə bilmirdim. İndi yavaş-yavaş elə bil ki, bu son 2 gün daha yüngül keçməyə başlayıb. Nə mənada? Yeməyini vaxtında verəndə görürəm ki, daha az əsəbləşir. Yəni mən düzgün qidalandırmırmışam uşağı. İnşallah ki, daha rahat olar. Yəni demirəm 10-da 10'dur bu dəqiqə, amma daha rahat olacaq deyə inancım artıb. Zeydin 40'ı çıxanda keçirdəcəksiniz. Məni bilirsiniz də, mən çox sadəlikdən yanayam. Hətta yəni çox şeyi qeyd eləməyi xoşlamıram. Təmtəraqlı qeyd eləməyi xoşlamıram. Misal üçün, adam var, ad günü keçirdir, elə ad günü keçirdir ki, toy kimi keçirdir də. Yəni bu qınalması bir şey deyil, yaxşı eləyir, ürək istəyir, keçirdir. Amma mən o hövsələ yiyəsi deyiləm deyə xoşum gəlmirdi. Amma bu 40'ı mütləq şəkildə keçirdəcəm. Özüm üçün keçirdəcəm. Bu 40 günü tamamladım, sağ-salamat bu 40 gündən çıxdım. Onu sırf yəni qeyd eləmək üçün keçirdəcəm. İndi mənə çatdı ki, cəmaət uşağı niyə 40 keçirdir? Çünki bu 40 gün can verib can alırsan ona görə həqiqətən keçirdəcəm. Qızın olsa adını nə qoyarsan? Hələ ki bilmirəm. İnşallah Allah məsləhət bilən olsun. Bilmirəm qızım olarmı, bundan sonra bir də ana olaramı? Amma ki ağlımda bir ad hal-hazırda yoxdur. Yenə bir uşağın olsun istərsənmi? Nə deyə bilmərəm ki, yox, istəmirəm, qələt eləyərəm.
nə də ən böyük arzumdur bir dənə də uşaq. Onu da deyə bilmirəm arkadaşlar. Yəni 4 dənə varımdır. 5-ci qismət. Ofiş, əməliyyatda əməliyyat olduğunu hiss elədin. Uşaqlar, mən sizə belə bir şey deyim. İlk öncə keysəriyyəyə gedəcək heç bir xanım qorxmasın. Təbii, yəni yollarla uşağı dünyaya gətirənlər üçün bir məsləhət verə bilmirəm, təəssüf ki. Yəni, nəyi təcrübə eləmişəmsə onu deyirəm. Əməliyyata gedəndə qorxmayın. İnanın mənə, sizin üçün çox gözəl bir xatirə kimi qalacaq. Amma və lakin, mən çox panik atak keçirdən bir insanam. Çox qorxağam. Təsəvvür eləyin, evdə bu əzələyə vurulan iynədən belə çox qorxuram da həddindən artıq. Canım şirindir, şüvənəm. Mən girdim əməliyyata. Mən birinci ilk olaraq sinirlərimin hamısını qarnımda kəsiləcək bölgəyə yönləndirmişdim ki, mən hiss eləyəcəm, 100% hiss eləyəcəm. Özümü o qədər inandırmışdım ki. İkinci növbədə də mənim bəxtimə pul olmasın. Göyə qaldırdım başımı, uzanmışam da, yəni göyə baxa bilərəm, bu normal haldır. Başımı göyə qaldırdım, gördüm ki, o stomatoloqa gedəndə işıq vurarlar üzümüzə. Onun yekə forması var əməliyyatxanada. O işığı hələ yandırmamışdılar. Başımı qaldırdım, gördüm, o işıqdan qarnım görünür. Və o işığı yandırıb kəsməyə başladılar məni. Həmin moment lampadan baxıb kəsilməyimi gördüm uşaqlar. Və məni panik atak tutdu. Bir də ki, ağrını hiss eləmirsiniz. Amma misal üçün kəsəndən sonra qarnınızı və s. dartışdırırlarsa və yaxud da sizə toxunurlarsa və s. onu azdan çoxdan təxmin eləyə bilirsiniz də. Bir də mənim kimi bic-bic başımı qaldırıb baxsan göydən təbii ki, panik atak keçirdərsən yəni. Ona görə biraz orada küçük bir sorun yaşadım. Hələ buna baxın, əlimin göyərtisi hələ getməyib. Necə venamı dartıb çıxartmışamsa panik atak keçirdəndə. Xəstəxana çıxışına niyə dostlarınız gəlmədi? Çünki mən heç kəsə deməmişdim. Görürəm, rəylərdə yazırsınız, qınayırsınız bəzi izləyicilər. Heç kəsin günahı yoxdur. Mən tamamilə sürpriz olsun istədim. Bir də heç kəsə əziyyət vermək istəmədim. Çünki bilirdim ki, mənim üçün ora gələnlər həm xərc eləyəcəklər, həm əziyyət çəkəcəklər. İstəmədim də, o xəcaləti çəkmək istəmədim. O ərəfədə, yəni bilirdim ki, başım qatışıq olacaq. Utandım, belə deyək. Həm də istədim sürpriz olsun hamıya. Gizlin girdim əməliyyata. Ona görə, yəni qarşı tərəflərin heç bir günahı yoxdur. Tamamilə mənim öz seçimimdir. Nadir niyə sizdə qalır? Uşaqlar, Nadir mənim qaynımdır. Şəhriyarın ata bir, ana ayrı qardaşıdır. Biz ümumiyyətcə kalabalıq yaşamağı sevirik türklər demiş. Nadir də görürsünüz ki, özünüzdə çox, necə deyim, mərifətli bir uşaqdır. Yəni, mənim üçün də qardaşım kimidir və necə deyim sizə. Ümumiyyətcə, mənim qaynatam da, baldızım da, qayınlarım da hamısı çox mərifətli, çox gözəl insanlardır. Nadir də həm bizdə qalır, bizə kömək eləmək üçün, dəstək olmaq üçün. Həm uşaqlar onu çox istəyir, o uşaqları çox istəyir. Bizim üçün də evdə əlavə bir səsin olmağı, bir insan olmaq xoşdur, yəni. Səncə narkozla yaxşıdır, yoxsa oyaq əməliyyat yaxşıdır? Qızlar, bu arada saçımla oynayıram, bilirəm bəziləri indi qıcıq olacaq. Özümün asılı deyil, uşaqlıqdan vərdişimdir. Mənə görə narkozla yaxşıdır. Yəni, əgər mənim kimi həssas və qorxaqsızsa, narkozla yaxşıdır. Amma ki, əgər rahat bir insansızsa, təbii ki, oyaq olmaq yaxşıdır. Bəbəşinizlə qovuşduğunuz o anı qaçırtmamağınız üçün. Mən oyananda bir dənə onu deyirdim ki, bəbəşimi apardılar, görmədim. Yəni, o cəhətdən biraz pisdir narkoz. Əməliyyatda olanda necə ağrı verdi və necə hiss etdin özünü? Sadəcə panik keçirdirdim qorxudan. Yəni, belə ciddi bir başqa ağrı və yaxud da narahatçılığım yox idi. Şəhərdə qaldığın zaman orada videoları saxlayıb səhəri gün paylaşırdın. Bəli, əməliyyata girəcəyim tarixi gizlədirdim deyə bir gün əvvəlcədən stoklayırdım. Sabah üçün paylaşıma qoyurdum arkadaşlar. Ağrı neçə gün oldu və nə dərəcədə ağır oldu əməliyyat ağrısı. Bir həftə sonra kesirim olacaq. Xeyirli olsun bu arada. Sağ-salamat qucağınıza alasınız. Qızlar, əməliyyatdan çıxmışdım saat 11-də.
Mənə demişdilər ki, axşam saat 8-ə işləmiş ayağa duracaqsan. 8-ə işləmişə qədər uzanmalısan. Ürəyim partlayırdı, Qurana and olsun. O, belə deyim, o 7-8 saat uzandım ha. Həyatımın ən uzun və sıxıcı 7-8 saatı ola bilərdi də, yəni. Necə deyim, durmaq üçün saat, dəqiqə sayırdım ki, bir dənə ayağa durum, başqa heç istəmirəm, ürəyim partlayır, sıxılıram. Və korseti taxıb durdusa, belə güclü ağrı olmayacaq. Biraz sızıltı olur. O da nə qədər çox gəlsəz, o qədər ağrınız tez keçəcək. Məndən keysəriyyəyə girən qızlara məsləhət. Uzanmayasınız. Həkim dedisə filan saatda dur ayağa, taxın korsetinizi, kömək eləyəcəklər onsuz da sizə. Durun. 15-20 addım belə olsa gəzin. Hər bacardığınız vaxtda durun. Çox demirəm, özünüzü həlak eləyin. Amma ki, nə qədər çox gəlsəz, ağrınız o qədər az olacaq. Birinci gün ağrım biraz daha ayağa duranda sızıltılı idi. Amma ayağa durana qədər bütün bədənim key idi deyə heç bir ağrı hiss eləmirdim. Nə qarnımı basanda hiss elədim, nə belimə iynə vurulanda ağrı var idi, əməliyyata girməmişdən qabaq. Onların heç biri qorxulu şeylər deyil, qətiyyən qorxmayasınız. O qarnınıza basırlar, qadınların çoxu ondan qorxurlar ki, əməliyyatdayım, necə olacaq. Amma inansınız, bədəniniz o qədər key olur ki, dərmanına görə heç nə hiss eləmirsiniz. Və ikinci gün biraz daha azalır, üçüncü gün normal durub gəlsiniz. Qətiyyən o ağrıdan da qorxmayın. Yəni, İnas necə gəlir, necə keçir, heç adam özü də bilmir. Daha sonra ilk dəfə qucağıma alanda nə hiss elədin? Qorxu. Birdən əlinə, ayağına ziyan vuraram deyə çox qorxmuşdum. Yəni, deyə bilməyəcəm, çox bombastik, belə fantastik şeylər hiss elədim, yox. Qorxdum, nə yalan deyim. Çünki heç körpə uşağı demək olar ki, qucağıma tutmamışam. Yəni, lap təzə doğulan uşaq heç tutmamışdım qucağıma. Plus da ki, belə balaca bir şey. Pis başa düşmək ya da incimə, uşaqlar sənə niyə ana demir, Zeyd deyəcək, onlar da desin. Əslində, qızlar, Əsnat mən xəstəxanada olanda Şəhriyarə deyib ki, Zeyd dayı gəlir, Zeyd ofşa ana deyəcək, mən də utanmadan rahat ana deyə bilərəm. O söz mənə çox pis təsir elədi həddindən artıq. Ki, uşağın sırf başqalarının qınağına görə, sırf başqalarının sözünə görə o ana sözündən məhrum qalması, mən demirəm, mən onun doğma anasıyam, mən kiminsə yerinə keçməyə çalışıram və s. yox. 9 yaşında bir uşağın, tembole 6 yaşından bu yana anasızlıqdan əziyyət çəkir. O sözə məhrum qalmağı, o sözün həsrətini çəkməyə çox pis bir şeydir. Və birini o sözə layiq görə biləcək dərəcədə sevməsi, ondan o sevgini görməsi çox sevindirici bir hal olmalıdır. Lağ olunacaq, qıcıq olunacaq bir şey olmamalıdır əslində. O uşaq qınaqdan, o uşaq lağdan, o uşaq biri bəlkə mənə qıraqdan pis baxar şeyinə görə, düşüncəsinə görə ana sözünü deməyə çəkinir. Bundan neçənci dəfə şahid oluram mən də Şəhriyarda. Amma ki, inşallah düşünürəm ki, necə deyim, bu problemi aşar və içindən gələndə o sözü deyər. Nəyə görə? Həqiqətən istəmirəm Əsnatın o sözə yad böyüməyini, o sözə həsrət böyüməyini. Rabiə misal üçün böyükdür, ona təsir elədiyi qədər, Əsnata təsir elədiyi qədər bilirəm ki, Rabiəyə təsir eləməyəcək ana sözünü işlətməmək. Amma Əsnat körpədir, nə qədər 9 yaşı olsa, özünüz də görürsünüz, balaca bir şeydir, yəni. İstəmirəm. Uşaq məhrum qalsın o sözdən. O nə vaxt ana deməyə hazır olsa, nə vaxt istəsə, mən ona həmişə canla, başla hazıram, yəni qarşılığını verməyə. Digərləri böyük qızlardır. Onlar daha çox məni padruşka kimi, bacı kimi görürlər. Özlərinə tay kimi görürlər. Misal üçün, paltarlarımı geyinirlər, belə. Baxın bunun vidinə faso... Kablukda o, mən səhv görürəm. Sənə sözüm yoxdur, Məryəm, mənim day. Neynirsən? Neynirsən? Bir şey içməyim ben. Ölərəm sən üçün, səni forsuva quzu kəsim. Cüz aşkım bir tane podyum et. Deş laminatları, deş. Bacaracaqsan, inanıram sənə. İnanmıram mı deşilsin? Bazı da koyma. Gəl, elə podyumuvu. Biraz Zeyd
Yeddi bəla Məryəm. Nətər idi davamı? İttibalı Meryem her derdine seçer. Qəşəng görünürsən əslində. Xeyirli olsun, təbrik edirəm, hə. Məni özlərinə taytuş gördükləri üçün daha çox bacı, ofuş, Ofeliya demək məsləhət bilirlər. Uşaqlar bu... Mamuçki nə idi, day? Uşaqlar bunlar mənim paltarlarımı, aksesuarlarımı, ayaqqabılarımı, çantalarımı, makyaj əşyalarımı... İstedim kırdım bilmedi. Makyaj əşyalarımı, duxularımı, hər şeyimi işlədirlər. Aşkım saatimi takmak istedim kırdım bilmedi. Hansı saatımı? O kızının saati var diye. Hə. Onu Səncə mən 23 yaşımda bu yalana inanacaq qədər saftirik avamam? Yəni sən sabah ne yalan. and iç. Görsən bilirəm də göpə bassan. Saatı qırsan belə rahat gəlməzsən üstümə. Aşkım ama bir şey değil. Tər su axıda indi aşkım nə olar bax işte deyə. Hə. Bir şey değil. Hə. Kalkıp dolar batırmışım. Ondan eybi yox kefələ. Hə. O değil. Os bilirdim. Onun üstə verəndə cırılmağın gözü almışdım da. Hə. Birini buradan tırmışım. Cırmamısan, süzmüsən. Mənə bax, ayağını uzadıb burxma, bədbəxt eləmə məni. Pilləkənlərdən çıxıb düşəndə ehtiyatlı ol. Ayda mən nə üçün səbir... Sildi kabluk Ceylin'den mi? Evde Ceylin yazmırdı. Aşkım her bir şey bilen. Başka yanında bence kabluk alır. Nə üçün? Aşkım ama uşak kabluklar var ha. Hə, Onlardan. baxarıq. Baxarıq da aşkım. O tərəfin, bu tərəfin işığın bir dənə yandır, bağışlayım səni. Təşəkkür edərəm. Deməli, davam eləyirik arkadaşlar. Gözünə işıq düşmür. Belə də, Düşür biraz. Bir sen neyle? belə də düşmür. Ya Allah, kameranı qoyamadım. Bir saniyə. Durdu. Deməli, arkadaşlar, bir saniyə. Hə, davam eləyirəm. Sən məncəm düşəndə məktəb sumkalarınızda düşürdün də aşağı, avtovağzal oxşuyur. Yukarıya paracığım, tıkacım verirsin. Deməli, nə əcəb balacan adını Şəhriyarın rəhmətə gedən oğlunun adını qoymadınız, Allah qorusun. Deməli, bu sual-cavab qutucuğunu qoyanda Zeyd üçün hələ metrika almamışdıq qızlar. Hal-hazırda Zeydin tam adı Zeyd Aslandır. Yəni, tam Aslan da qoymaq istəmədik. Çünki, necə deyim, bir dənə aslanımız var da onsuz da. Yəni, onu əvəzləyici kimi istəmədim olsun. Amma ki, təkcə Zeyd qoymağa da ürəyim gəlmədi. Əslində, son ana qədər ağlımızda Aslan adı qoymaq fikri yox idi. Sadəcə Şəhriyar metrikanı almamışdan 2 gün ya 1 gün qabaq qayıtdı. Mənə dedi ki, sabah gedirəm həkimdən kağızı götürməyə. Day Zeydin də şəxsiyyət vəsiqəsi olacaq, metrikası olacaq. Belə fəxrlə şeylədi. Sonra çəkdi, dedi ki, Aslan adı da elə xoşuma gəlirdi. Heyf, belə elədi. O söz mənə çox pis təsir elədi. Yəni, o adı deyə bilmədi, xəyalları yarımçıq qaldı, arzuları yarımçıq qaldı. Mənə çox təsir elədi də, yəni. Ona görə dedim ki, get Zeydin yanında Aslan qoy. Birinci dedim, istəyirsənsə Aslan qoy, problem deyil, yəni mənim üçün. Sonra dedim, yox, ehtiyac yoxdur. Dedim, onda Zeyd Aslan qoy. Beləlikcə Zeyd Aslan olmuş oldu. Həm də dedim ki, sabah bir gün inşallah bir uğuru olanda, bir nailiyyəti olanda qardaşının da adını yaşatmış olar. Bacılar da baxıb fəxr eləyər. Aşkım, maşinnik olma ya böyüyəndə. Biabır eləmə məni. Keysəriyyə əməliyyatı qorxuludur, ağrı çox olur qarın basanda. Dediyim kimi qızlar, yeni ana olanlar varsa, yəni yeni ana olmağa hazırlaşanlar varsa, rəylərdə yazın, bir dənə baxım da sizə nə olar. Qorxmayın, valla qorxmayın. İnanın mənə, necə deyim sizə, qripdən daha rahat keçir. Valla, həqiqətən. Özdə kəsin yarası daha tez sağalır, daha az incidir. Yəni, ən çətin, ən o sızıltılı vaxtları bədəniniz key olduğu üçün hiss eləmirsiniz qızlar. Yəni ipucu verim, beldən keyitmənin o tərəfi yaxşıdır ki, ən ağrılı saatları
tamamilə bədəniniz keyf formada keçirdirsiniz. Ona görə də o hissəni atlatmış olursunuz. Özünə heç Şəhriyar əmi ilə toy eləmək istəyərsən, bu dəqiqə ən böyük arzum deyil. Yəni, necə deyim, ölüb bitmirəm, toyum olmadı, yarımçıq oldu, nəsə deyə, yəni narahatçılığım yoxdur. Amma nə vaxtsa belə bir boşluğumuz olsa, belə bir, necə deyim, vaxtımız olsa, belə bir fürsətimiz olsa, yəni onu da tamamlaya bilərik. 50-50 də, yəni həm hə, həm yox, həm ərinirəm, həm də ki, ola bilər deyə düşünürəm. Yəni, bilmirəm, 50-50, 50-50. Tikişlərin özü söküləndi, yoxsa həkim sökəcək. Bir də estetik tikişdir. Bəli, estetik tikişdir. Özü söküləndi, yəni özü əriyəndi. 1-2 ay ərzində əriyir. Həkimin tikişi sökməyindən qorxduğum üçün, əslində həkimimə dilə gətirməmişdim ki, tikişin sökülməyindən qorxuram zat. Əməliyyatdan nətər şivənlik eləmişəmsə, həkim fikirləşib ki, burada bunu eləyən tikişi sökəndə mənim başımı oynatır, o da özü əriyən tikişdən istifadə edib. Daha sonra məndən məsləhət özü əriyən tikiş tələb edin. Şəhriyar bəs əməliyyatda səndən olmayacaqdı, olacaqdı. Son anda mən qərarımı dəyişdirdim, artıq rəsxod eləməmək üçün. Səsi eşitdir, gücənmə səsi idi bu. Bir saniyə. Qızlar, Zeyd, mən ona belə deyim, 2 canlı olanda nə vaxt Uziyə gedirdik, axırıncı aylarda heç vaxt üzünü görə bilmirdik demək olar ki. Heç nə əlləri belə olurdu, Uzidə baxanda, Dopplerdə baxanda, şəkillərin hamısında da belə çıxırdı. İndi evə gəlib axı, fikir verirəm, mənim qarnımda belə qalırdı. İndi yatanda da anca belə yatır. Bu uşaq niyə belə yatır bilmirəm, anca əlləri belə qalır, çox qəribədir. Əvvəl ona kompüterdən baxırdım, televizordan baxırdım belə. İndi canlı qabağımda eynən o tipdə uzanıb. Yəni gərək o şəklini qoyum belə yanaşı. O da belə yatan yerdə şəklini çəkim saxlayım. Hə, partnyor doğum əməliyyat 300 manat idi. Əslində onu verə bilərdim, imkanım çatırdı. Sadəcə ürəyimdə fikirləşdim ki, 15 dəqiqəlik bir prosesə görə 300 manatı israf eləmək Allaha acıq gedər. Yəni, ondan sonra uşaqlarım üçün nəsə ala bilərəm, xeyirli bir şey eləyə bilərəm. Ona görə son anda fikrimi dəyişdirdim. Şəhriyar gedib gizlincə həkimə demişdi ki, of eləyə bilməsin, mən girirəm əməliyyata. Həkimi də tənbihlədim ki, qətiyyən istəmirəm heç kəsi. Hamiləliyin son saatlarında nə hiss elədin? Qızlar, siz də hiss eləyəcəksiniz, ilk dəfə ana olanlar. 9 ay boyunca, 9 ay deməyim, axırıncı ayda, ay Allah, çıxsaydı canım qutarardı, çıxsaydı canım qutarardı deyirsən. Amma o əməliyyata gedirsən, son addımlar deyə hazırlaşırsan. Adam belə qarnına baxır, deyir, ay da, görəsən bir də nə vaxtca özümü bu viddə görəcəm. Görəsən nə vaxtca belə pingvin vidində olacam yenə. Birdən bu axırıncı olsa, doya-doya dadını çıxarda bildim görəsən. 2 canlılığın, ancaq belə şeylər fikirləşirdim. Amma sonra deyirdim ki, Ofeliya, yata bilmədiyin gecələri xatırla, böyrək ağrılarını xatırla, duyğusallaşma, yaşadıqlarını unutma və elə də getdim. Yəni o görüntü üçün, o hiss, o duyğu üçün insan darıxır. Amma mənə elə gəlir ki, birinci 2 canlılığım qədər ikinci qeyri-adi olmayacaq çevrəm üçün. Ona görə bilmirəm, ikinci dəfə o diqqəti görərəmmi, görmərəmmi? Deməli, lohusalıq dönəmi deyirlər. Sizdə oldu o? Hə, niyə olmadı? Ağlaşma, ulaşma, qorxu, tər tökmə, stres, uşağa baxa bilməyəcəm, uşaq məndən nə istəyir, niyə ağlayır, səbəbsiz yerə özümün ağlamaqları, ilk 10 gün vəbşə çətin olur. 2 həftə ərzində deyir, keçib getməlidir. 2 həftədən çox çəkirsə, həkimə müraciət eləmək lazımdır. Məndə son 2 gündə biraz yüngülləşmə var. Yəni, bugün 11-ci gündür, 9-cu gündən sonra biraz yüngülləşdim, nə yalan deyim. Dayıya baxır, yoxsa özün baxırsan, uşağa Şəhriyarla mən baxırıq. Maksimum uşaqlardan, misal üçün 5 dəqiqə Zeydin yanında qalın, gedim tez yeməyini düzəldim, gəlim, belə bir şey xahiş eləyə bilirəm.
Yəni nə dayı baxır, nə uşaqlar baxır. Tamamilə Şəhriyarla mən bütün hər şeyi eləməyə çalışırıq. Çünki mən istəmirəm uşaqlar düşünsün ki, qardaşımızı misal üçün biz böyütmüşük, biz ona dayəlik eləmişik. Çünki o psixoloji olaraq onların beynində qala bilər ki, biz ona baxmışıq. Mən əksinə onlar Zeydi sadəcə əzizləmək istəyəndə, onlar Zeydi sadəcə öpmək istəyəndə, naz vermək istəyəndə istəyirəm yanlarına gəlsinlər. İstəmirəm nəyisə məcburiyyət kimi onların xatirəsində qalsın. Ona görə maksimum dərəcədə Zeydə görə onları buyurmamağa çalışıram. Amma dediyim kimi, bəzən olur ki, deyirəm bir dənə bacıya kremi ver, ya pampersi ver, ya da 5 dəqiqə yanında qal. Amma yedizdir, nə bilim, altın dəyişmək zat, belə şeyləri qətiyyən qatmıram uşaqları, dayıya da baxmır. Evdə köməyə gələn bir xanımımız var. Səhər sübh tezdəndən gəlir, saat 5-ə qədər bizdə olur. O da ki, ev təmizliyinə, bir də ki, yemək işinə baxır. Yəni ki, Zeydlə tamamilə Şəhriyarla mən məşğul oluruq. Əməliyyatdan sonra ilk könlündən hansı yemək keçdi? Burger keçmişdi. Bu arada əməliyyatdan çıxanda çox acıydım. Hətta əməliyyat stolundan məni tibb bacıları qaldıranda dedim, acımışam, mən nə vaxt yemək yeyəcəm. Yeyərsən dedilər, amma gəldim otağa, maksimum bir dənə banan, bir dənə yoğurt yeyə bildim. Başqa heç nəyə icazə yox idi həmin günü. Axşama yaxında bir dənə sup içdim və mənim kimi insan üçün bu heç qane edici bir menyu deyildi. Yəni, orada bol soslu bir burgeri gömə bilərdim, gömə bilmədim amma. Neçənci həftədə əməliyyat elədilər. Mənim çocuğum əslində 24 apreldə doğulmalı idi əməliyyatla. Təbii yox ha, təbii mayın 1-ini 2-sinə düşürdü. Əməliyyat olduğu üçün 24 aprel olmalı idi. Amma anası böyrək problemi çəkdiyi üçün, Zeydin özünün də suyu az olduğu üçün, bir də mənim hövsələm çox pis daraldığı üçün, gecələr yata bilmirdim, çox ürəyim sıxırdı deyə aprelin 14-ünə özüm qabağa çəkdim. O da uşağım balaca doğuldu. 3 mələkdən hansı Zeydin üstündə əsir? Ən çox Əsnat. Və bir də Əsnat onu itirmək qorxusu yaşayır. Baldızım da dedi onu, Şəhriyar da dedi, mən özüm də görürəm ki, çölə bayra uşağı zorla çıxardırıq, atanla get, misal üçün filan yerə biraz ürəyin açılsın. Nə bilim, Zeydin yanından ayrılmaq istəmir. Elə bilir ki, gözündən qıraqda qalsa Zeydə də bir şey ola bilər, onu da itirə bilər qorxusu yaşayır. Ona görə çox üstündə əsir. Digər uşaqlar da çox istəyirlər, misal üçün. Bayaq Məryəmi öldürürdüm ki, elə demə. Məryəm gəldir, Zeydə qurban olaram. Deyirəm, bəs də Allah eləməsin, elə demə. Uşaq mənə baxır, niyə axı? Deyirəm, qurban olmaq nədir axı? Qurban niyə olursan? Bir saniye, kocam arıyor. Alo. Adboy getdi. Bir dəqiqə kızlar. Evet arkadaşlar, qaldığımız yerdən davam edirik. Elnarə getdi, əgər getdisə sən özün tək idarə edə bilirsən. Mamam getdi, baldızım da getdi. Çünki istər-istəməz birinin işi, birinin ailəsi var normal olaraq. Amma özüm tək Şəhriyar olmasaydı idarə eləyə bilməzdim. Yəni, çünki dediyim kimi, cəmaatın ən azından ömründə bir dənə körpə bacısı ya qardaşı olur, ya xalası oğlu, ya dayısı oğlu olur gözün qabağında. Ömür boyu körpə uşaq görməmiş bir insan olaraq o yorumlarda yazırlar, bunu da oğlu oldu, görməmişin oğlu oldu. Həqiqətən görməmişəm də, yəni bu həqiqətdir arkadaşlar. Ona görə Şəhriyar olmasaydı yox. Yəni mənə pampers dəyişməyi də Şəhriyar öyrətdi. Hələ başdan keçirdilən köynəkləri geyindirə bilmirəm uşağa, qorxuram başı zada əzlər deyə. Onu da Şəhriyar öyrədir. Yemək vermək rejiminə də Şəhriyar saldı. Yəni təcrübəli atanın avantajları. Əməliyyatdan buna cavab verdim. Gecələr yatır Zeyd. Tam deməzdim, yəni 10-da 10-luq bir yuxusu yoxdur. 10 üzərindən 4-5, yəni çox belə super yuxumuz yoxdur, nə yalan deyim. Bu da ki, bütün uşaqlarda onsuz belədir. Ən çox hansını çox istəyirsiniz? Qızları yoxsa oğlanı? Amma düzün deyim, bir nəfər, hamısını deməyin. Bu suala niyə screenshot eləmişəm bilmirəm. Yəqin əsəbləşmişəm ki, qoy buna cavab verim. O yazırlar, rəylərdə yazırlar ki, adamın öz uşağı
başqadır. Ay Allah, bir dənə qıcıq oluram, özümdən asılı deyil də, yəni. Zeydin üstündə mən 11 gündə əziyyət çəkirəm də, düzdür? Misal üçün ona baxıram, deyirəm ki, ay Allah, qurban olum, bu necə savunmasızdır, yeməyini verməsən yeyə bilməz, ac qalar. Fikirləşirəm, cəmaət necə uşağın küçəyə ata bilir. O bəzi xəbərlərdə görürük, uşağı zibillikdən, zaddan tapırlar. Deyirəm, ay Allah, qurban olum sənə, belə bir sənə möhtac olan körpəni necə atıb gedə bilərsən, necə ürəyin qalmaz onun üstündə. Yəni, çox şey oluram da, həssaslaşıram. Amma və lakin, qızlarımla Zeyd arasında heç vaxt mən doğma uşaq başqadır, adamın öz uşağı başqadır, vallah elə bir şey yoxdur. Bu heç düzgün, bunu mən əslində deməməliyəm. İnsanları qınamıram, o qədər pis xasiyyətli insanlar görürük, o qədər güvənib sırtımızdan Türkçə demiş, kürəyimizdən vuruluruq. O qədər ikiyüzlü insanlar var, o qədər pis xasiyyətli, pis niyyətli insanlar var ki, cəmiyyət yaxşı insan görəndə qəbullana bilmir, inana bilmir, güvənə bilmir. Bunu çox gözəl anlayıram. İnsanları əslində anlayıram. Bəziləri özünə baxır, deyir ki, 100% bu da mən kimi mındarın biridir. Bəziləri də xəyanətə uğrayır, deyir, ay da bu da 100% onun kimidir, bu da yalancıdır. İnsanların güvən problemi var. Amma və lakin valla insanın bəlkə başqasına görə insanın öz uşağı daha yaxşıdır, daha doğmadır. Amma mənim üçün elə deyil. Çünki mən qızlarıma 3 ildir zəhmət çəkirəm, əmək verirəm. 3 ildə onlarla görün, Allahın hər günü gəzməyə aparmışam. Allahın hər günü onlarla bir xatirəm var. YouTube'da da bunu hər gün paylaşıram günlük olaraq. Onlarla mənim o cür xatirələrim, o cür gözəl günlərim, onlar üstündə zəhmətim, əziyyətim, sevincimiz, kədərimiz varkən, yəni 11 gündə həyatımda olan 4-cü uşağımı onlardan üstün tutmağım qeyri-mümkündür. Yəni, bu düzgün bir şey deyil. Valla nə qədər dediysəz o deyil də, yəni, nə bilim. Cavan yaşda tövsiyə edirsən evlənməyi və uşaq olmasını. Qızlar, əgər pulunuzu qazanırsınızsa, işiniz varsa, öz ayaqlarınızın üstündə dura bilirsinizsə və birini artıq sevirsinizsə, yəni aşıq olmuşsunuzsa, o zaman rahatlıqla ailə qura bilərsiniz, uşaq da dünyaya gətirə bilərsiniz. Yəni kiməsə möhtac olacaqsınızsa, məncə çalışın, yox. Amma əgər güclü hiss edirsinizsə, özünüzü hazır hiss edirsinizsə, qarşınızdakı insanı sevib ona güvənirsinizsə, təbii ki, ailə gözəl bir şeydir. İnsan 20'li yaşlarda onu dərk eləmir, çox qız. Amma bir müddətdən sonra çevrəndəki hər kəsin ailəsi olur, yoldaşı olur, övladı olur. Hər kəsin başı öz ailəsinə, öz xoşbəxtçiliyinə qatışır və sən kənardan subaysansa, misal üçün, hər adam belə deyil, elə adam var, subaylığı çox xoş görür, misal üçün, onlar istisna olmaqdan. Amma qadın o ailə xoşbəxtçiliyini, ailə istiliyini bir müddətdən sonra daha çox axtarır və ailə qurmaq istəyir. Ona görə də, mənə görə, yəni mən ailə canlıyam, ailə sevənəm, ailə həsrəti ilə böyümüşəm. Ona görə dediyim şərtləriniz varsa evlənə bilərsiniz məncə. Əməliyyatdan sonra titrəmə çox oldu. Mən belə bir şey olduğunu əslində bilmirdim, qızlar. Nəyə görə bilmirdim? Videolara filan baxanda, əməliyyat videolarına o göstərilməmişdi. Əməliyyatdan çıxandan sonra 2-3 saat boyunca bütün bədəniniz titriyir. Yəni bütün bədəniniz belə əsirsiniz əməlli başda. Amma çox belə narahat eləyən bir hiss, narahat eləyən bir duyğu deyil. Yəni prosta titriyirsiniz də, donub üşümürsünüz. Prosta bədən yeni çıxır, öyrəşməyib baxır. Ona görə titrəmə olur, amma o da narahat eləyəcək bir şey deyil. Keçib gedir 2-3 saata. Daha sonra uşaqları əsasən də əsnada ağlayarkən necə hiss elədin? Həm sevindim, həm kədərləndim. Sevindim çünki Zeydi bu qədər çox istəyən bacısının olmağı, bacılarının olmağı, onun üçün bu qədər həyəcanlanan, kövrələn ailəsinin olmağı məni çox sevindirdi. Tək böyümüş uşaq problemi. Yəni, sevinirəm də, özümün asıl deyil. Onu kimsə əzizləyəndə elə bilirəm ki, öz uşaqlığımın acığını çıxıram.
atasızlığımın, sadəcə tək bircə anamla yaşamağımın, yəni o hiss elədiyim təkliyi elə bil o boşluğu doldururmuşam kimi hiss eləyirəm. Ona görə çox sevinirəm. O qayğını, o diqqəti görəndə çox xoşbəxt oluram. Bir tərəfdən də çox pis oldum. Çünki o kövrəlməyin arxasında itirilmiş bir qardaş var, itirilmiş bir uşaq var. Ona görə bir tərəfdən də çox kədərləndim. Yəni həm sevinirdim, həm kədərlənirdim. Həm gülürdüm, fikir verin videolarda, həm ağlamışam, həm gülmüşəm. Uşaqlar qardaşları olduğuna görə nə hisslər keçirdirlər? Ən çox kim sevindi Zeydin gəlişinə? Ən çox kim sevindi deyə bilmərəm. Çünki Əsnad duyğularını çox dolu-dolu yaşayan bir uşaqdır. Amma Rabiə duyğularını çox gizlədə-gizlədə yaşayan bir uşaqdır. Məryəm ikisinin ortasıdır. Nə ondandır, nə bundandır. Ona görə hansının ən çox sevindiyini onlar öz içlərində bilə bilərlər. Amma qardaşları olduğuna görə üçü də çox sevindi. Onlar üçün dediyim kimi bir boşluq dolmuş kimi oldu. Nə qədər də dolmasa, ən azından təsəlli kimi oldu. Yeni bir sevinc, yeni bir nəfəs gəlmiş oldu onlara. Yəni mən bunu qıraqdan gördüm və mən də sevindim belə olmağına. Nə yalan deyim. Bu qədər dostlar. Əməliyyata girəcək olan qızlara bir daha təkrarən demək istəyirəm ki, qəti surətdə qorxmayın. İnanın mənə, çıxandan sonra Ofeliya demişdi deyəcəksiniz. Əməliyyat qətiyyən düşünüldüyü qədər qorxulu və ağrılı bir şey deyil. Həqiqətən hamiləlikdən daha rahat keçir, bunu garanti verə bilirəm. Bəzi bədən var, misal üçün, çox daha ağır keçirdir, amma çox həssas biri deyilsinizsə, inanın mənə, bir də nə qədər ürəkli girsəz əməliyyata, o qədər yaxşı keçəcək. Nə qədər pozitiv, nə qədər enerjili girsəz, inanın mənə, o qədər yaxşı keçəcək. Çalışın, yaxşı manifestləyin, evrənə yaxşı mesajlar göndərin. Qarın basmadan da qorxmayın, beldən keydici iynədən də qətiyyən qorxmayın. Əzələyə vurulan iynə daha çox incidir, inanın mənə. Əməliyyatdan sonra ağrı hiss eləmirsiniz. Keydici olduğu üçün ən güclü ağrıları keydici ilə ötürürsüz, gedir. Keydici açılanda inanın mənə o düşündüyünüz ağrı qalmır da. Daha sonra titrəmədən qorxmayın, belə də narahat eləyən bir şey deyil. Bacardığınız qədər bol su için əməliyyatdan sonra, bacardığınız qədər də yeriyin, ayaq üstə aktiv olun. Xəstəxanada çox boş vaxtınız olacaq. Bəzənin, düzənin, uşağınızla maraqlanın, araşdırın. Yəni kinoya baxın, istirahət eləyin. İnanın mənə ki, həqiqətən istirahətdə olmuş kimi bir şeydir, yəni. Bu qədər. Yeni ana olacaq olanlara da buradan təbriklərimi göndərirəm. Sağ-salamat qucağınıza alasınız, hər şey yaxşı olacaq. Heç nəyə görə tərəddüd eləməyin. Kimin də əməliyyatla bağlı nə sual olsa yazsın rəylərdə, özüm cavablandıracağam. Bu qədər.